Prezident İlham Əliyev ötən gün Davosda Euronews telekanalının təşkil etdiyi Azərbaycan rəhbərliyi ilə Səhər yeməyi adlı tədbirdə iştirak edib. Tədbirdə dövlət başçısının sual ünvanlayan ABŞ-nin aktivlərin idarə edilməsi üzrə Franklin Templeton şirkətinin baş icraçı direktoru və prezidenti Jenny Johnsonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb. Belə ki, şirkət direktoru dövlət başçısının xizək sürməyini xatırladaraq Azərbaycanı xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb. Cənab Prezident, bildiyimə görə siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm. Orada ən müasir qurğularınız var. Bildiyimə görə martda dünya çempionatı keçəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi? Prezident İlham Əliyev isə cavabında mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Jenny həqiqi çempiondur. Çox şadam ki, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda dünya çempionatı keçiriləcək, deyə qeyd edib. Xatırladaq ki, bu il yanvarın əvvəlində Prezident İlham Əliyevin nəvələri ilə birlikdə Şahdağda xizək sürməsini əks etdirən görüntülər yayılmışdı.